Vaxtınız xeyirli olsun dostlar. Qaraməryəmin Göyçayın qəhrəman kəndi olduğunu bilirdiniz. Deməli, 1918-ci ildə Göyçay rayonunun Qaraməryəm kəndi Azərbaycanın ən ağır döyüş bölgələrindən biri olub. Həmin dövrdə erməni daşnaq və bolşevik silahlı dəstələri məhz bu kəndə hücum edərək dinc əhaliyə qarşı qırğınlar törədiblər. 1918-ci ilin 16 iyun tarixində Qaraməryəm istiqamətində, yəni bu ərazilərdə şiddətli döyüşlər başlayıb. Qeyri-bərabər döyüşlər nəticəsində kənd bir müddət erməni bolşevik qüvvələrinin nəzarətinə keçib. Yerli əhali bax bu əraziləri tərk etməyə məcbur olub. Evlər dağıdılıb, kənd sakinləri qətlə yetirilib və kəndə ciddi zərər dəyib. Amma bütün bunlara baxmayaraq kəndin mərd, igid, qorxmaz oğulları ayağa qalxaraq kəndin müdafiəsinə qalxıb. Ümumiyyətlə, Qaraməryəm strateji əhəmiyyətli ərazi olduğuna görə düşmənin əsas məqsədi bu kəndi ələ keçirərək Göyçayı, daha sonra isə Gəncəni işğal etmək olub. Onlar yerli əhaliyə çox amansız davranıblar. Əhali demək olar ki, kənddən tamamən pərakəndə düşüblər. Qaçıblar hər yerə, kəndi yandırıblar. Demək olar ki, burada bir neçə Malakan tayfalar da rus dilli Malakanlar var. Onların evlərinə dəyməmək şərti ilə bütün evləri yandırıblar. Bir də bu türk qoşunları gəlib kəndi azad eləyəndən sonra artıq əhali xəbər biləndən sonra dağlardan enib, bax gördüyünüz o yüksək dağlardan enib gəlib evlərinə sahib çıxıblar və görüblər ki, bunların bütün əmlakları yandırılıb. Və əhaliyə çox burada hədsiz dərəcədə qəddarcasına rəftar ediblər. 1918-ci ilin iyun ayının sonlarında Qafqaz Türk İslam ordusunu Qaraməryəm istiqamətində hücuma keçir. 29 iyun 1918-ci il tarixində Qaraməryəm istiqamətində ikinci böyük döyüş baş verir. Mürsəl Paşanın komandanlığı altında 13-cü və 10-cu alaylar kənd istiqamətinə hücuma keçir. Şiddətli döyüşlərdən sonra məhz bu ərazilərdə düşmən geri çəkilməyə məcbur olur və Qaraməryəm və ətraf ərazilər azad edilir. Və Nuru Paşa özü şəxsən Qaraməryəmdə döyüşdə iştirak etmiş, özü də 10 minlik komutan, deməli 10-12 minlik deməli böyük bir ordunun döyüşkən bir əsgərin başında olmasına baxmayaraq əlinə silah götürüb özü də döyüşdə iştirak etmiş. Və buna əsgərlər etiraz etməsinə baxmayaraq o döyüşdə iştirak etmiş, Qaraməryəmi zəbt etmiş və ətraf ərazini zəbt etmiş erməni quldur dəstələrinə qarşı 60 deyilənə görə, tarixi mənbələrə istinad eləsək, 60 əsgərlə 200 erməni daşnaq bolşevik quldur dəstəsini buradan Qaraməryəmdən vurub çıxartmış. Bu döyüşlər ümumiyyətlə Göyçay döyüşlərinin başlanğıcı sayılır və Azərbaycanın xilasında mühüm rol oynayır. Tarixçilərin məlumatına görə isə Qafqaz İslam ordusunun ilk ağır döyüşləri məhz bu ərazidə, yəni Qaraməryəm və Göyçay ərazilərində baş verir və döyüşlərdə ordu ciddi itki versə də, yəni erməni silahlı birləşmələri geri oturulub. Yerli əhalinin Qafqaz İslam ordusunun, yerli əhalinin ümumiyyətlə Qafqaz İslam ordusuna böyük dəstəyi olub və Qaraməryəm və ətraf sakinlər Qafqaz İslam ordusunun sıralarına qatılıblar. Eyni zamanda kənd sakinləri ordunun, yəni Qafqaz İslam ordusunun əsgərlərinə böyük dəstək göstəriblər. Əsgərlərə ərzaq su veriblər, yaralılara, döyüşçülərə yardım ediblər. O dövrdə ordu tam olaraq bir sıra yerli əhaliyə inanmasa da, amma Qaraməryəm və ətraf ərazilərin sakinlərinə inanırdı. Bu dəstəklər, yəni protokollarda da qeyd edilir. Onu da qeyd edim ki, 26 iyun silahlı qüvvələr günü ilə bağlı mühüm qərarlardan biri məhz həmin döyüşlər dövründə məhz bu kənd ərazisində baş verən döyüşlərdən sonra verilib. Ümumiyyətlə isə Qaraməryəm tarix yazan, qəhrəmanlıq salnaməsi olan bir kənddir. Xatırladım ki, istər belə deyək də dünya müharibələrində, istər 2-ci Qarabağ müharibəsində, istərsə də 44 günlük zəfərlə yekunlaşan Vətən müharibəsində Qaraməryəm kəndinin oğlanları döyüşlərdə aktiv iştirak edib. Kəndin iki sakini Şirbala Sabov və Gündüz Qəribov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olub. Bir sözlə, Göyçayın, ümumiyyətlə Azərbaycanın hər bir kəndi, hər bir diyarının özünə məxsus bir rolu var, amma xüsusilə elə kəndlərimiz var ki, onlar belə deyək də göstərdiyi o şücaətlərlə, göstərdiyi qəhrəmanlıqlarla hər zaman yaddaşlarda qalıb. Məhz o kəndlərdən biri də Göyçayın Qaraməryəm kəndidir. Ola bilsin bəzi
informasiyalar, məlumatlar az ola bilər, amma biraz öncə xatırlatdığım kimi Qara Məryəm döyüşləri ümumiyyətlə 1918-ci ildə ən ağır döyüşlər, həm qırğınların törədildiyi ən böyük kəndlərdən, həm də ki döyüşlərin ən çox getdiyi və erməni silahlı birləşmələrinin də ən çox tərk silah edildiyi, qovulduğu, öldürüldüyü kəndlərdən biri də Qara Məryəm kəndidir.